Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədlərin, hadisə yerinə baxış protokollarının, onlara əlavə olunan fotomaterialların, zərərçəkmiş şəxs və şahid ifadələrinin 1990-cı illərin əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməni əsilli şəxslərin ifadələrinin tədqiqi ilə davam etdi. Dövlət ittihamını müdafiə edən baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq təqsirləndirilən Arkadi Qukasyan dedi ki, Robert Köçəryanı 1992, Samvel Babayanı 1993, Murad Petrosyanı 2000-ci ildən tanıyır. O, 1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində törədilən hadisələrin qəhrəmanlıq deyil, faciə olduğunu dedi. Sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov cinayət işinin Azərbaycanın Xocalı şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması və azərbaycanlılara qarşı törədilmiş soyqırım üzrə toplanmış sübutların tədqiqini, zərərçəkmişlərin dindirilməsini təklif etdi. Əvvəlcə Xocalı soyqırımına dək rayonda azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş çoxsaylı cinayət hadisələri, həmçinin Xocalının Meşəli kəndinə basqın edilməsi, kənd sakinlərinin qətlə yetirilməsi, evlərin, mağazaların, avtomobillərin, malqaranın talan edilib yandırılması üzrə toplanmış sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olundu. Sonra zərərçəkmişlər ifadə verdi. Zərərçəkmiş şəxs Elman Məmmədov dedi ki, 1988-ci il fevralın 12-sindən ermənilərin Miatsun şüarı altında Əsgəranda başladığı mitinqlərin, ixtişaşların şahidi olub. Fevral ayının 12-sində ilk dəfə kütləvi etirazlar, mitinqlər Əsgəranda başladı. Səhərisi gün fevralın 13-də Xocalıda başladı və ondan sonra da hamıya məlum olan hadisələr davam elədi. 1988-ci il sentyabrın 18-də Xankəndidə miting keçirilib və orada ermənilər Xocalıların rayondan çıxarılmasına dair qərar qəbul edib. Həmin vaxt azərbaycanlıların 10-dək evi yandırılıb, çoxlu sayda sakinlər yaralanıb. Azərbaycanlılar zərər çəkdiyi halda sonradan 9 nəfər həbs edilib. Amma hücum edən bir nəfər də olsun erməni həbs olunmayıb. Zərər çəkmiş dedi ki, həmin vaxt Robert Köçəryanın iştirakı və göstərişi ilə Xankəndidə İpək kombinatında işləyən qadınlara işgəncə verilib. Onların üstünə isti su atıb, təhqir edib, incidiliblər. Azərbaycanlıların evlərinə basqın edib, döyüblər. Ev eşiklərini dağıdıblar. Həmin vaxt Xocalı mühasirədə olub. Xocalıda çox sayda yaralılarımız var. Heç ara çıxarda bilmirik. Səbəb nədir? Axırıncı mülki vertolyot 1992-ci il yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan vertolyot Xankəndi üzərində ermənilər tərəfindən vuruldu. 50 nəfərə qədər sərnişin o vertolyotda həlak oldu. Həmin vaxtdan vertolyotların uçuşları dayandırıldı. Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayevin suallarını cavablandırarkən zərərçəkmiş şəxs dedi ki, biz bacardığımız qədər özümüzü müdafiə etməyə çalışırdıq. 1991-ci ilin payızından sonra Ermənistanın Azərbaycana qarşı müharibəsi daha da şiddətlənib. Xocalı 4 ay mühasirədə olub. Şəhər vertolyotların ümidinə qalıb. Şəhəri mülki sakinlər müdafiə edib. Zərərçəkmiş dedi ki, həmin vaxt Ermənistan Silahlı Qüvvələri, qanunsuz erməni silahlı birləşmələri, xaricdəki erməni terror təşkilatlarının üzvləri, erməni muzluları təşkilatlanmış formada planlı şəkildə hərəkət edib. Xocalının Meşəli kəndi bir gecədə yandırılıb. Həmin kəndin 30-dək sakini qətlə yetirilib. Ondan əvvəl isə Cəmilli, Malıbəyli, Qaradağlı kəndlərində faciələr yaşanıb. Elman Məmmədov bildirdi ki, həmin vaxt Xocalıda qaz, elektrik enerjisi yox idi, ərzaq tükənirdi. Fevralın 25-dən 26-sına keçən gecə isə Xocalıya hücum edilmişdi. Məqsəd Xocalı sakinlərinin hamısını məhv etmək idi. Cəmi 8-9 saat ərzində 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpə qətlə yetirildi. Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi. Zərər çəkən dedi ki, 1988-ci ilin fevralında hadisələr başlayanda Xocalıya ətraf ərazilərdən evlərindən didərgin salınmış xeyli sayda azərbaycanlı ailə pənah gətirmişdi. Elman Məmmədov bildirdi ki, həmin vaxt Seyran Ohanyan kapitan rütbəsində rota komandiri idi. Əraziyə özbaşına hərbi texnika gətirib yerləşdirmişdi və deyirdi ki, biz burada təlim keçəcəyik.
Zərər çəkmiş dedi ki, həmin gecə anasını və digər yaxın qohumlarını itirib.